Köməkçi nitq hissələrindən 136-cı sualla davam edirik. 136-cı sual. Fikrin mənbəyini bildirən modal sözlərdən ibarət cərgəni müəyyən edin. Fikrin mənbəyi zənnimcə və bizcə. Cavabımız olmalıdır. Y variantı. 137. Birini iki nitq hissəsinə aid nümunə kimi düşünmək olmaz. Kimi sözünü əvəzlik və qoşma kimi düşünmək olar. Üçün sözünü yalnız qoşma kimi düşünmək olar. Sonra sözünü zərf qoşma, ilə sözünü qoşma bağlayıcı, canı ədat kimi, qoşma kimi düşünə bilərik. Cavabımız B variantıdır. 138. Qoşmalardan biri yazılışına görə digərlərindən fərqlənir. Burada fərqlənən ötürü qoşmasıdır. Çünki digər qoşmalar təkhecalı qoşmalardır və təkhecalı qoşmalar sözə bitişik yazılır. 139. Birində qoşmaların mənaca növləri fərqlidir. Demək, başqa, qeyri, özgə fərqləndirmədir. Əvvəl, sonra, qabaq zamandır. Kimi, qədər, tək bənzətmədir. Kimi, qədər, dək məsafədir. Üçün, dair, ilə. Üçün səbəb məqsəddir, dair məxsusluq, ilə birgəlik. Yəni B variantındakılar mənaca bir-birindən fərqlənirlər. 140. Həm qoşma, həm də əsas nitq hissələri kimi işlənən sözləri müəyyən edin. Görə aid əsasən. Yox. Kimi, öz. Demək bizə nə lazımdır? Həm əsas, həm qoşma, həm də əsas nitq hissəsi kimi işlənənlər. Burada demək, başqa, sonra və sarı sözlərdir. Başqa, qoşma və sifət kimi. Sonra zərf və qoşma kimi, sarı həm sifət kimi, həm feil kimi, həm də qoşma kimi işlənir. 141. Biri bağlayıcı deyil. Əgər, həm, gah, bəs, həmçinin. Demək, bunlardan bəs ədatdır. Digərləri bağlayıcıdır. 142. Amonimliyi olmayan ədatları müəyyən edin. Məgər və kaşdır. Bunların amonimliyi yoxdur. Artıq sifət ədat kimi, bir say ədat kimi. Bax, feil ədat, qoy feil ədat. Ancaq ədat bağlayıcı, hətta ədat bağlayıcı. Elə belə əvəzlik və ədat kimi işlənir. 143. Bir mürəkkəb bağlayıcı deyil. Hərgah, halbuki, habelə, indiki mürəkkəbdir, hərçənd mürəkkəb deyil. 144. Hansı bağlayıcının amonimi yoxdur? İlə qoşma bağlayıcı kimi, nə bağlayıcı kimi işlənir, ədat kimi və əvəzlik kimi işlənir. Yəni, bağlayıcı ədat kimi işlənir, ki, bağlayıcı ədat kimi işlənir, yaxud sözünün amonimliyi yoxdur. Cavabımız Y variantıdır. 145. Biri amonim nida deyil. Hey, nidadır. Bir də məsələn, dizlərimdə hey qalmadı, taqət mənasında isim kimi işlənir. Tfu sözüdür. Ox, nida kimi, bir də isim kimi. Oy, nida kimi, oymaq, feil kimi. Aman, nida kimi, aman, isim kimi işlənir. 146. Hansı cümlədə nöqtələrin yerinə amma bağlayıcısı artırmaq olar? Kitab alarkən qəbz də əldə etdik ki, burada amma artıra bilmərik. İncilərin ən qiymətlisini daxilimdə gəzdirirəm, amma o vicdandır deyə bilmərik. Pul həqiqi zənginlik deyil, amma bir sıra problemləri həll edir. Demək, cavabımız olmalıdır C variantı. 147. Hansında bağlayıcıların hamısının yazılışı səhvdir. Belə ki, düzgündür. İndi ki, düzgündür. Həm də düzgündür. Madam ki, ayrı yazılmalıydı. Hərgah bitişik yazılmalıdır. Hərçənd sonda D olmalıdır. Ona görə də cavabımız olur D variantı. 147. Tək sözü hansı cümlədə qoşmalıdır? Tək sözün qoşma olmağı üçün tək sözü sözə bitişik yazılmalıdır və bənzətmə məzmununu bildirməlidir. Tək adam, tək sözü ismin əvvəlində gəlibsə sifətdir. Mən tək, mənim kimi. Cavabımız elə B variantıdır. Tək yaşaması, tək sözündən sonra feil gəlibsə zərfdir. Tək getmə, burada da feildir. Bu işi, feil yox, daha doğrusu feildən əvvəl gəlib zərfdir. Bu işi tək sən görə bilərsən, yalnızdan əvəz eləyə bildiksə, bu da ədat kimi işlənir. 149. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcılığını müəyyən edin. Bahar üçün nədir? Qoşmadır. Ən, ədatdır. Elə bunlardır. Daha sonra xırman işi də bağlayıcıdır. 1, 2, 3 ardıcılığı istəyir bizdən.
1, 3 və 2 cavabımız olur Y variantı. 150. Köməkçi nitq hissələrlə bağlı fikirlərdən biri yalnız qoşmaya aiddir. Yəni başqalarına yox, yalnız qoşmaya. Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Bəli. Digər köməkçi nitq hissələri olmur, amma qoşma qoşulduğu sözlə bir yerdə cümlə üzvü olur. Leksik mənası olmur. Hamısının leksik mənası olmur. Sualı olmur, bəli. Hamısında olmur. Şəkilçi qəbul etmir, hamısına aiddir. Qrammatik mənası olur, hamısına aiddir. Cavabımız olur A variantı. 151. Köməkçi nitq hissələrlə bağlı fikirlərdən biri yalnız qoşmaya aiddir. Söz yaradıcılığında iştirak etmir, hamısına aiddir. Leksik mənası olmur, hamısına aiddir. Qrammatik mənası olur, hamısına aiddir. Sözlərə qoşularaq müəyyən məna çalar yaradır, qoşmaya aiddir. Şəkilçi qəbul etmir və ayrıca suala cavab vermir, hamısına aiddir. Cavabımız D variantıdır. 152. Məntiqi ardıcılığı gözləməklə ədatlardan ibarət cərgəni tamamlayın. Məgər, bəs, mı? Bunlar nədir? Bunlar sual ədatlardır. Demək, burada sual ədatı, yəni cavabımız olur D variantı. 53. Məntiqi uyğunluğu gözləməklə ədatlardan ibarət cərgəni tamamlayın. Di, qoy, gör, bax, bunlar əmr ədatlardır. Gəl də əmr ədatıdır. 154. Məntiqi uyğunluğu gözləməklə ədatlardan ibarət cərgəni tamamlayın. Sana, di, ha, demək, burada yenə əmr ədatlardır. Burada qoy əmr ədatıdır. 155. Nümunələrdən birində çağırış nidasından sonra vergül qoyula bilər. Qoyula bilər deyirsə, demək, həm qoyula bilər, həm də qoyulmaya bilər. Ey yorğun yolçu, indi hara gedirsən? Ey yorğun yolçu, iki cürə deyə bilərik. Ey yorğun yolçu da deyə bilərik, ey yorğun yolçu da deyə bilərik. Ona görə də cavabımız A variantıdır. Ay uşaqlar burada qoyulmur, abala qoyulmur, eyvay qoyulmur, ayman qoyulmur. 156. Cərgələrdən biri sadə bağlayıcılardan ibarətdir. Ki, çünki bunlar sadədir, amma hərgah mürəkkəbdir. Dadə sadədir, həm də mürəkkəbdir. Halbuki hərgah habilə, bunlar hamısı mürəkkəbdir və yaxud istərsə də mürəkkəbdir. Çünki, lakin, ancaq bunlar nədir? Quruluşsa sadədirlər. 157. Cərgələrdən biri sadə bağlayıcılardan ibarətdir. Ki sadədir, amma ona görə ki, belə ki, mürəkkəbdir. Hərgah, halbuki nədə mürəkkəbdir? Ha belə və yaxud istərsə də, bax, bunlar da yenə nədir? Bunlar da mürəkkəbdir. Və ya da ki, həm də mürəkkəbdir. Hərçənd, çünki, amma bunlar sadədir. Cavabımız olur Y variantı. 158. Cümlələrin hansında və bağlayıcısının yerinə ilə bağlayıcısını da işlətmək olar. Seçicilər və namizədlərin, seçicilərlə namizədlərin, bax elə burada vənin əvəzinə ilə bağlayıcısı və yaxud da ki, ilənin qısaldılmış formasında olan laləni işlədə bilərik. Cavabımız A variantıdır. 159. Köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Günəş təki. Günəş təki, yəni günəş kimi bu qoşmadır. Hər çıxanda səhərdən sənin ki burada ədatdır. Halını billəməzəldən elə deyib canan dilbər ağlarsan. Elə də suala cavab vermirsə, ədat kimi işlənir. Demək, qoşma, ədat və yenə də ədat cavabımız olmalıdır. C variantı. 160. Hansı cümlədə ki ədatdır, vergülər də buraxılıbdır. Bu işdən xəbərin yoxdur ki, elə burada ədat kimi işlənir. Yadda saxlayaq ki, cümlənin sonundadırsa, ondan sonra sual işarəsi qoyulubsa, orada ədat kimi işlənmiş olur. Atalar deyib ki burada demək bağlayıcıdır. Kin də bağlayıcı olduğunu bilmək üçün özündən əvvəlki sözə baxırıq. Özündən əvvəlki söz əgər xəbər vəzifəsindədirsə ki bağlayıcıdır. Mən bilirəm ki yenə bağlayıcıdır. Evdən çıxırdım ki bağlayıcıdır. Onda gözümü astım ki yenə bağlayıcıdır. Cavabımız A variantıdır. 161. Altından xətt çəkilmiş sözlərdəki la nədir? İşlənmə ardıcılığı ilə müəyyənləşdirin. Elə ki əsnədi çovğunla külək. Burada demək çovğun və külək. Birinci birləşdirmə bağlayıcısıdır. Çöldə tar bağlayıb qar çıxdı dizə, şaxta ata mindi qılınc çəkərək, təbiət insan ilə durdu üz-üzə. Burada da qoşmadır. Birinci birləşdirmə bağlayıcısı, ikincisi isə birgəlik qoşmasıdır. Cavabımız olur B variantı. 162. Dünya ədəbiyyatında əsasən poemalar müəllifi kimi məşhur olan Nizami qəsdlər də yazmışdı. Nümunəsində işlənmiş köməkçi nitq hissələrini ardıcılığı ilə göstərin. Dünya ədəbiyyatında əsasən modal sözdür. Poemalar müəllifi kimi qoşmadır. Qəsidələr də, həmçinin qəsidələr də bağlayıcıdır. Cavabımız olur C variantı.
163. Nümunələrdən birində yəqinlik və nəticə bildirən modal sözlər işlənmişdir. Demək, həm yəqinlik, həm də nəticə. Ümumiyyətlə, nəticədir. Başqa yoxdur burada modal söz. Zənnimcə fikrin mənbəyidir, başqa da yoxdur. Məncə fikrin mənbəyidir, başqa da yoxdur. Doğrudur, bu yəqinlikdir. Qarabağda memarlıq abidələri tamamilə məhv edilmişdir, başqa da yoxdur. Beləliklə, bu nəticədir, həqiqətən də yəqinlikdir. Cavabımız olur Y variantı. 164. Nümunələrin birində yəqinlik və nəticə bildirən modal söz işlənmişdir. Demək, burada deməli, nəticədir, həqiqətən də yəqinlikdir. Elə cavabımız olmalıdır A variantı. 165. İfadə olunan fikrin təsir gücünü artırmaq üçün cümlə hansı ifadə ilə başlamalıdır? Fikrin təsir gücünü artırmaq üçün deyir. O da ədatdan başlamalıdır. Burada ədat düz. Cavabımız C variantıdır. 166. Güman şübhə bildirən modal söz işlənmiş cümlələri müəyyən edin. Güman şübhə bildirən. Xülasə, bu yekundur, yəqin olar, deyəsən olar, şübhəsiz yox, bir də olmuyor. 2, 3, 5 cavabımız olur D variantı. 167. Hansı cümlədə 2 ədat işlənmişdir? Daha mənim sənə sözüm yoxdur. Burada daha ədatdır. Ax, sən hardan biləsən? Burada axı ədatdır. Söylə də, niyə durmusan? Də ədatdır. Lap ağını çıxartdın ki, lap ədatdır, ki ədatdır. Cavabımız olur D variantı. 168. Cümlələrin birində sual ədatı işlənmişdir. Poliklinika buradan çox uzaqdadır. Burada yoxdur. Necə gözəl yerdir. Burada da yoxdur. Hanı kişnərdisi bulud dağından ildırım səsini batıran atlar yoxdur. Qarışqalar dönəcəkmi? Baxın, burada minədir, sual ədatıdır. Cavabımız olur D variantı. 169. Hansı cümlədə düz sözü lap ədatının sinonimidir? Demək, düz lapın sinonimidir. Bunlar səlqə ilə düz feildir. Düz adam gözü kölgəli olmaz. Necə adam? Düz sözü ismin əvvəlində gələndə sifətdir. Sən düz danışmırsan. Düz sözü hərəkətlə bağlısa zərfdir. Muğan düzü, düz burada isimdir. Maşın düz bizim evin qabağında dayanırdı. Biz burada lap sözünlə əvəz eləyə bilirik. Demək ki, ədatdır. Cavabımız olur Y variantı. 170. Sadalanan xüsusiyyətlər hansı köməkçinin diksiyasına aid edilə bilər? Müxtəlif mənaçaları, baxın, mənaçalar deyirsə qoşma olur. İsmin halları ilə işlənir. Qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur. Bunlar hamısı qoşmaya aiddir. Cavabımız A variantıdır. 71. Hansı cümlədə 2 ədat işlənib? Daha mənim sənə sözüm yoxdur. Burada bir dənə dahadır. Ax, sən niyə işləmək istəmirsən? Axıdır. Kaş, hər şey bugün həll olur. Kaşdır. Bəs sən şəhərə qayıtmayacaqsan ki? Cavabımız D variantıdır. Bəs və ki, ədatdır hər ikisi. Y variantında bircə dənə dadır. Yadda saxlayaq ki, sasə üstə gələk da olanda da ədat kimi işlənir. Cavabımız D variantıdır. 172. Hansı cümlədə bağlayıcı işlənməyib? Danışmaq istədim ancaq anmadan əvəz eləyə bilirik, bağlayıcıdır. B variantında və bağlayıcıdır. C variantında girməyi və çıxmağı vədən əvəz eləyə bilirik, bağlayıcıdır. Bir güllə bahar olmaz. Burada isə ilə nədir? Qoşma kimi işlənir. Gah da bağlayıcıdır. 173. Hansı cümlədə ədat işlənmişdir? Hər zaman üzün gün kimi gülsün. Burada kimi nədir? Qoşmadır. Sanki modal sözdür. Bunlar məhz sən gələndən sonra baş verdi. Məhz burada nədir? Ədatdır. Cavabımız olmalıdır. C variantı bəlkə modal sözdür. Başqa da nə üçün mən onu addım izləyirəm. Burada ümumiyyətlə ədat yoxdur. Köməkçinin hissəsi yoxdur. 174. Hansı cümlədəki ədatla məntiqi ardıcılığı tamamlamaq olar? Yəni, məgər, bunlar ikisi də sual ədatıdır. Onun, yəni, Kərimlinin danışdığı hamıda maraq oyatdı. Yəni, əgər yəndən əvvəl vergül qoyulursa bağlayıcıdır. Bəs, B variantında bəs nədir? Sual ədatıdır. Cavabımız olmalıdır B variantı. 175. Hansı cümlədə həm ədat, həm də bağlayıcı işlənmişdir? Elə bil sən də mühəndis olmaq istəyirdin. Elə bil modal sözdür. Həmçinin sən də. Dadə burada bağlayıcıdır. Ədat yoxdur. Barı atları bugün yəhərləyin. Barı ədatdır, amma bağlayıcı yoxdur. Evə vaxtında gəl.
Ha burada ədatdır. Axı həm yazırsan, həm də oxuyursan. Axı ədatdır, həm də bağlayıcıdır. Cavabımız olur D variantı. 176. Köməkçinin hissələrinin yalnız birinə aid ola bilər. İlə həm qoşma, həm bağlayıcı kimi işlənir. Bəri yalnız qoşma kimi işlənir, ancaq bağlayıcı ədat kimi, hətta bağlayıcı ədat kimi, yəni bağlayıcı ədat kimi işlənir. Cavabımız B variantıdır. 177. Modal sözlərdən ibarət sıranı müəyyən edin. Nəhayət, bəlkə, yəqin. Demək, burada nəhayət, bəlkə, yəqin. Nəhayət modal sözdür. Bəlkə də modal söz ilə, yəqin də modal söz ilə. Cavabımız ona görə olmalıdır. A variantı. 178. Kinin bağlayıcı kimi işləndiyi cümləni müəyyən edin. Bizimki, burada ki şəkilçidir. Sən ki ədatdır. Anlat ki, demək ki bağlayıcıdırsa özündən sonra vergül qoyulur, həm də özündən əvvəlki söz xəbər vəzifəsində işlənir. D variantında ki ədatdır, Y variantında kaş ki yenə ədatdır. 179. Dadənin bağlayıcı kimi işləndiyi cümləni müəyyən edin. Muğanın dərdi ilə su dərdidir də, burada də ədatdır. Biz Ayazda, Şaxtada sözə bitişik yazılıbsa şəkilçidir, küçələrdə yenə şəkilçidir. Amma küçələrdə çinar, vələs, palıd da əkək. Həmçinin palıd da əkək. Həmçinin artıra bilirik. Bu nədir? Bağlayıcı kimi işlənmiş olur. Elə cavabımız olur C variantı. D variantında toplanışda şəkilçidir. Y variantında yadda, burada da ədatdır. 180. Yox mudur səndə gülüm heç insaf cümləsində hansı köməkçinin hissəsi işlənmişdir? Yox mudur, mu nədir? Sual ədatıdır. Cavabımız olur Y variantı. 181. Hansı cümlədə ədat yoxdur? Bu çiçəyin gözəlliyinə bax, insanı valeh edir. Elə A variantında yoxdur. A variantında bax sözünü çıxarda bilmərik. Bu işdən heç ağlım bir şey kəsmir. Heç ədatdır. C variantında təki ədatdır. D variantında taleyifli məsələlər tək sənə inanıram, yalnızdan əvəz elə bildiyimizə görə ədatdır. Demək, bu musiqi gör nə qədər talilərdən xəbər verir. Gör, burada yenə nədir? Ədatdır. Cavabımız A variantıdır. 182. Hansı cümlədə ki ədat kimi işlənibdir? Atalar deyib ki, bağlayıcıdır. Sən ki belə deyildin. Cavabımız olur B variantı. Unutma ki, bağlayıcıdır. Səndəki, dakidəki şəkilçidir burada. Elə danış ki burada bağlayıcıdır. Cavabımız B variantıdır. Cümlələrdən birində təkcə sözü ədat kimi işlənmişdir. Mən bu dərdi təkcə çəkmişəm. Yəni, təkcə çəkmişəm. Yalnız çəkmişəm mənasında. Burada zərf kimi işlənir. Məncə təkcə Xampəri vaxtında gəldi. Yalnız. Yalnız, bax, birinci cümlədə təkcənin əvəzinə yalnız deyə bildik. Yəni, yalnız sözündə vurğu sondadırsa zərfdir. Məncə, yalnız Xampəri vaxtında gəlir. Vurğu ilk hecəyə düşürsə, yəni yalnızdan əvəz eləyəndə, burada təkcə nədir? Ədat kimi işlənmiş olur. Uşaq təkcə dayanıb, hərəkətlə bağlıdır, zərfdir. Təkcə yaşayır, yenə hərəkətlə bağlıdır, zərfdir. Təkcə qalmışam, yenə zərfdir. Cavabımız B variantıdır. Nümunədəki modal sözün məna növünü müəyyən edin. Dağ edim, çiynimi dağlara verdim. Dağların dərdini çəksə dağ çəkər. Sənə məhəbbətim dağlar qədərdir. Yerini dağlardan soruşum bəlkə. Burada bəlkə də nədir? Güman, şübhə bildirən bağlayıcı, daha doğrusu modal söz. Cavabımız A variantıdır. 185. Bağlayıcılardan birinin yazılışı səhvdir. Halbuki, indi ki, belə ki, hərgah, nəinki, burada Y olmamalıdır. Nəinki. Ona görə də cavabımız olmalıdır. D variantı. 186. Verilmiş cümlədə köməkçinin hissələrinin işlənmə ardıcılığını müəyyən edin. Mən elə sən deyən fikirlə razıyam, lakin hərdən fikirlər başımda elə qarışır, sanki yuxu görürəm. Birinci elə ədatdır. Ədat. Sonra sən deyən fikirlə, fikir ilə qoşmadır. Ədat qoşma. 1, 3. Daha sonra lakin bağlayıcı, sanki
modal söz. 1, 3, 4, 2. Cavabımız olmalıdır C variantı. 187. Nümunədə nöqtələrin yerinə hansı qoşma yazılmalıdır? Hansı qoşma yazılmalıdır? Axı kim yaratdı bu sərhədləri? Kim saldı qəlibə? Fikri xəyalı idrak çırağına düşəndən bəri. Yəni uyğun gələn bəridir. Ona görə yazırıq A variantı. 188. Nümunədə nöqtələrin yerinə hansı qoşma yazılmalıdır? Alışıb yandığım illərdən bəri. Elə burada da bəri yazırıq. Cavabımız C variantıdır. Daha sonra 189. Hamı öz işi ilə məşğul idi. Yalnız sən kənarda oturmuşdun. Burada yalnız qoyuruq. Cavabımız olmalıdır. D variantı. Yalnız sən... Xeyr, baxın, burada vergül var. Vergül olduğuna görə biz ancaq qoymalıyıq. Ancaq bağlayıcısını qoymalıyıq. Yəni, yalnız ədat kimi işlənir. Burada isə ədat deyil. Ədat olmamalıdır, bağlayıcı olmalıdır. Bir daha deyirəm, baxın, bu vergül işarəsinə diqqət yetirmədim. Vergül işarəsinə diqqət edərək ancağı qoymalıyıq. 190. Həm bağlayıcı, həm də ədat kimi işlənə bilən söz hansı cümlələrdə verilmişdir? Həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər. Yəni, bunu bilmirsən, burada yəni sözü bağlayıcı və ədat kimi işlənir. O yaşca məndən böyükdür. Yəni, burada ca yaşına görə, ca burada qoşmadır. Görədən əvəz eləyiriksə qoşmadır. Ötən günə gün çatarmı, calasan da, da həm bağlayıcı, həm də ədat kimi işlənə bilən sözdür. Kaş yenə girəydim yuxularına, kaş ədatdır. Gəl ayaz günlər yoxdur. Burada istədim ki də burada bağlayıcıdır, həm də ədat kimi işlənə bilir. 1, 3, 6 cavabımız olur Y variantı. 191. Ki hansı nümunədə ədat kimi işlənməmişdir? Bir şagird ki, burada ədatdır. Bahara elə gəlirdi ki, burada ki nədir? Bağlayıcıdır. Cavabımız olmalıdır B variantı. 192. Hansı cümlədə ədat işlənməmişdir? A variantında barı ədatdır. B variantında elə danış ki, mən başa düşüm. Burada elə söz ədat deyil, çünki necə danış suala cavab verir, bağlayıcıdır. Yenə ki söz də burada ədat deyil. 2-dən sonra vergül qoyulub, həm də özündən əvvəlki söz xəbər vəzifəsindədir. Cavabımız olur B variantı. Elə hamı mən deyən deyir. Elə ədatdır. Ümidimiz ancaq sənə qalıb. Ancaq yalnızdan əvəz eləyə bilirik ədatdır. Yəni sözünü sual cümləsində görürüksə, bu da ədatdır. Cavabımız B variantıdır. 193. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Ana sığalından nəvazişindən özünə gəlmişdi sanki bir qədər. Sanki nədir? Sanki modal sözdür. Evə girən kimi qoşmadır. Modal sözdən qoşma. Cavabımız olur B variantı. 194. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? El bilir ki bağlayıcıdır. Sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılarmı? Sual ədatıdır. Demək, bağlayıcı və ədat cavabımız olur D variantı. 195. Modal sözlərdən ibarət cərgəni müəyyən edin. A variantında məsələn bircə sözü modal söz deyil. Sonra B variantında məsələn deyəsən, desənə modal söz deyil. C variantında doğrudan həqiqətən olar qəflətən modal söz deyil. D variantında demək, gərək ki, yəni ki, yəqin ki. Burada yəni ki, modal söz deyil. Y variantında demək ehtimal ki, şübhəsiz bunlar modal sözdür. Ona görə də cavabımız olur Y variantı. 196-cı sual. Ah sözü hansı cümlədə nida kimi işlənmişdir? Niyə ah çəkirsən? Bir də ah isimdir. Daha doğrusu ah çəkmək frazeoloji birləşmədir. Ah onun görkəmi nə tarimardır. Bax, burada ah nədir? Ah nida kimi işlənmiş olur. Cavabımız B variantıdır. 197. Hansı cümlədə iki modal söz işlənmişdir? Görünür bir modal söz. Bir də doğrudan da bu da ikinci modal söz. Cavabımız elə olur A variantı. 198.
Kimi qədər qoşmaları hansı halda olan sözlərə qoşulduqda bənzətmə mənası bildirir. Sənin kimi, sən kimi, sənin kimi, yəni adlıq və yiyəlik hallara cavabımız olmalıdır. Y variantı. 199. Hansı ədatlar sözlərə bitişik yazılır? Sana və caci ədatları şəkilçi formasında olanlar. Cavabımız C variantı. 200. Cümlədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Elə həmin yerə yaxınlaşanda, elə burada ədat kimi işlənir. Alovun yerin üstü ilə qoşmadır. Bu təpəcikdən digər təpəciyə doğru qoşmadır. Süründüyünü gördüm. Ədat qoşma. Cavabımız olmalıdır. D variantı. 201. Hansı xüsusiyyət bağlayıcıya aid edilə bilməz? Leksik mənası yoxdur. Aiddir. Köməkçi nitq hissəsidir. Aiddir. Cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Aiddir. Həmcins üzvləri əlaqələndirə bilmir, əksinə əlaqələndirə bilir. Cavabımız D variantıdır. Cümlə üzvü olmur, bu da düzdür. 202. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Get bax da, burada demək get bax da ədatdır. Ona görə birinci yazmalıyıq 3. Oktay, görəsən modal sözdür. 4. Bizdə, yəni həmçinin bizdə bağlayıcıdır. O günləri görəcəyik mi ədatdır. 3, 4, 2, 3. 3, 4, 2, 3. Cavabımız olur Y variantı. 203. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Ay Molla Vəli. Ay nidadır. Birinci 5 yazmalıyıq. Axı ədatdır. Ölümü də, həmçinin ölümü də bağlayıcıdır. Tanrı yaradıb, eşqi də, nəşəni də, gözəlliyi də. Demək, burada 5, 3, 2. Yəni, dəyələr ard-arda yenə bağlayıcı kimi gedir. 5, 3, 2. Cavabımız C variantıdır. 204. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Ay Fərid, ay nidadır. Ay Fərid, qoy nə bilirsə, qoy ədatdır. Nə bilirsə hamısını danışsın, amma da bağlayıcıdır. 5, 3, 2. Cavabımız olur D variantı. 205. Verilmiş cümlələrdə danışan ifadə etdiyi fikrə münasibətini nəzərə alaraq ardıcıllığı müəyyən edin. Demək, ardıcıllığı müəyyən etməliyik. Elə çarpışırdı ki, sanki bənzətmədir. Ümumiyyətlə, nəticədir. Düzü, yəqinlikdir. Məncə, fikrin mənbəyidir. Demək, ardıcıllığımız 3, 2, 4, 1. C variantı. 206. Verilmiş cümlələrdə fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu ardıcıllıqla müəyyən edin. Dünyada elə işlər var ki, necə işlər, elə işlər. Burada elə ismin əvvəlində gəlibdir, əvəzlik kimi işlənir. Birinci əvəzlik. Onu gərək tək başına həll edəsən. Əvvəl gözəllərdə gərəkdir sağlıq. Ondan sonra əvvəl, nə zaman əvvəl? Əvvəl sözü müstəqil suala cavab verir. Zərf kimi işlənmiş olur. Ondan sonra qoşmadır. Sanki də modal sözdür. Cavabımız olur Y variantı. 207. Nümunədə köməkçi nitq hissələrinə aid olan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Axı ədatdır. Birinci 3 gəlməlidir. Onun bəhanəsini kəsmək üçün qoşmadır. Əlimdə fakt olmalıdır. Sabah hansısa ziyafət düzəldim. Orada ziyalı kimi qoşmadır. Bacım olmalıdır, əri də. Yəni, həmçinin əri də olmalıdır. Cavabımız olur A variantı. 208. Nümunədə köməkçi nitq hissələrinə aid olan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Elə ədatdır. O namussuz qardaş deyilmi mənim başıma bu işləri gətirən? Sən də, yəni həmçinin sən də bağlayıcıdır. Şeytan kimi
kimi qoşmadır. Girdin mənim qəlbimə. Demək, sən də şeytan kimi girdin mənim qəlbimə. İşlənmə ardıcıllığını burada hansını qeyd eləmədik? Birinci nə gəldi? Elə o namussuz qardaş deyilmi? Hə, burada mı da var. Mı yenə əzaddır. 3, bir dənə də 3, 3, 2, 1 cavabımız olur. C variantı. 209. Nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Yenə işlənmə ardıcıllığını müəyyən etməliyik. Birinci burada yaxşı modal sözdür. Siz deyən olsun fəqət bağlayıcıdır. Onu bilin ki yenə bağlayıcıdır. Siz bu cavabınız ilə qoşmadır. Məni məhv edirsiniz. 4, 2, 2, 1 cavabımız olur D variantı. 210. Cümlədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Elə vağzala çatmışdım ki bağlayıcıdır. Qardaşım dostu ilə özünü yetirdi. Qardaşım dostu ilə, burada ilə qoşmadır. Bağlayıcı və qoşmadan istifadə olunubdur. Bir də burada elə sözü suala cavab vermədiyinə görə elə də ədatdır. Ədat, bağlayıcı, qoşma. Cavabımız D variantıdır. 211. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Ata, lap ədatdır. Heyranam, vida deyəmən doğrudan modal sözdür. O sənə yanır ürəkdən. Ədat və modal söz. Cavabımız olmalıdır. D variantı. 12. Nəticə bildirən modal sözlər işlənmiş cümlələrdir. Nəticə bildirən. Demək, deməli olar. Yəqin yox, bir də xülasə. Deməli də xülasə. Cavabımız olur C variantı. 13. Modal söz işlənmiş cümlələri müəyyən edin. Bəlkə olar. Bir də deyəsən. Bəlkə və deyəsən. Cavabımız olur C variantı. 14. Modal söz işlənmiş cümlələri müəyyən edin. Birinci cümlədə yoxdur, 2-də yoxdur, 3-də yaxşı. Yəni 2-də məsələn yaxşı götürmürük ona görə ki, modal söz cümlədən vergüldən ayrılmalıdır. 4-də yox, bir də 5-də düzü. 3-dən 5 cavabımız olur C variantı. 215. İsmin ən azı 2 halına qoşula bilən qoşmaları müəyyən edin. 2 halına. Demək, kimi, sənin kimi, sən kimi. Və yaxud da ki, evə kimi. Əsasən, sənədlərə əsasən yönlük hala qoşulur. Sonra çıxışlıq hala qoşulur. Sən qədər, evə qədər, sənin qədər 4-ü də götürə bilərik. 1, 4, 5 ilə də həm adlıq, həm də yəlik hala qoşula bilər. Demək, cavabımız olmalıdır 1, 4, 5. 216. Hansı cümlələrdə qoşma işlənmişdir? Mən dərslərimi Ariflə öyrəndim. Kimlə? Ariflə. Ariflə Həsən. Burada vədən əvəz eləyə bilik bağlayıcıdır. Onun dünyaca dərdi var. Dünya qədər. Qədərdən əvəz eləyə bilik qoşmadır. O yavaşca danışırdı. Canı çıxarda bilik. Burada ədatdır. 1, 3. 217. Bağlayıcı işlənmiş cümlələri müəyyən edin. Mən çox təkid etdim, ancaq qəbul etmədilər, ancaq bağlayıcıdır. Oğlanlardan ancaq Orxan gəlmişdi, yalnız bu ədatdır. Sən ki burada ədatdır. Bu sənədlər də, həmçinin bu sənədlər də burada bağlayıcıdır. Getdim, lakin bağlayıcıdır. O dünən gəlib, mən isə getmək istəyirdim. Demək, burada isə yenə nədir? Bağlayıcıdır. Demək, 1, 4, 5, 6. 218. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. O nə bilir ki danışsın? Burada nə sözü əvəzlikdir. Nə çoxdur oylağın sənin, nə çoxdur fikri qüvvətləndirir, ədatdır. Leksik mənası olmasa da sözə qoşularaq məna çaları yaradan o qoşmaya aiddir. Burada da qoşma olmadığına görə anı heç birinə yazmırıq. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Bu ədata aiddir. Ona görə K yazırıq B.
Leksik və qrammatik mənası var. 1-ə aiddir, yəni əvəzliyə, 1-ə C. Yalnız qrammatik mənası var. 2-yə aiddir. Cümlə üzvləri arasında əlaqə yaratmağa xidmət eləyir. Bu fikir bağlayıcı aiddir. Burada da bağlayıcı olmadığına görə o fikri heç birinə yazmırıq. 1-ə C, 2-yə B, D. 219. Cümlələrdə fərqləndirilmiş sözlərə əsasən uyğunluğu müəyyən edin. O şagirdini incidəcək bir kəlmə belə ədatdır. Belə qəhrəman, necə qəhrəman, bu da əvəzlikdir. Leksik mənası var. 2-yə yazarıq A. Fikrin təsirli ifadə olunmasına xidmət edir. Bu 1-ə aiddir. 1-ə yazarıq B. Cümlə üzvü deyil. 1-ə yazarıq. Cümlə və cümlə üzvləri arasında əlaqə yaratmağa xidmət eləyir. Heç birinə yazmırıq. Suala cavab verir. Bu da əvəzliyə, yəni belə qəhrəmanlar 2-ci cümləyə aiddir. 1-ə B, C, 2-yə də A, Y yazırıq. 220. Cümlələrdəki fərqləndirilmiş hissələrə əsasən verilmiş fikirləri Eyler-Venn diaqramına uyğunlaşdırın. Söz ki var, ki burada ədatdır, elə fikirləşirdi ki bağlayıcıdır. Məna çaları yaradır, heç birinə yazmırıq, çünki məna çaları yaradan qoşmadır. Yalnız qrammatik mənası var ikisinin də. Danışanın ifadə etdiyi fikrə münasibət modal sözə aiddir, burada modal söz yoxdur. Cümlələr arasında əlaqə yaratmağa xidmət edir, bağlayıcıya aiddir. Fikrin təsirli ifadə olunmasına kömək edir, ədata aiddir. 1-ə Y, 2-yə D, 3-ə də B yazırıq. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.